Bu da arılarımızın var gücü ilə nektar gətirməsi dostlar. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün may ayının 21-i 2025-ci il. Dostlarımız Lerikdən qonaq gəliblər. Ziyatər qardaşım mənə çoxdan da zakaz verib. Bütün dostları Lənkərandan salamlayırıq. Ya Allah. Gəl, həmişə blokları çəkirəm. Bu dəfə penoplastdan sana bir ana göstərim ki. İnşallah. Ey maşallah. Bravo, bunu özü toxuyur. Çox aman. Teymur qardaşın həyətində ağacda greyfrut bir dənə qalmışdı. Axırıncı. Axırıncı greyfrutdur. Suyu qurusa da ancaq dadı var. Əzəl müəllim, yaxın gəl. Arıdan qorxuram o. Heç Arı düşürdən qorxar. Arı heç nə eləməz. Bax, mən tüstünü düzəltmişəm, görsən qoymuşam. Tüstünü qoyuram hazır, amma tüstü vermirəm öz arılarıma. Çalışıram tüstüsüz baxım, çünki indi bəzən adam var ki, 9 addan istifadə edir, biraz mən ona görə ehtiyat edirəm. Bismillah. Böyle bunun yumurta, bravo, böyle bir şey görmüşsən sən, bak yine, tut korkma. Onun yumurtasına da bak, sürfesine de bak. Orada günlüğüyle var, sürfe de var. Bak özü toxuyub, o çubuğun üstüne özü toxuyub, taxta parçasına. Bak, anayı görsən. Hə? Assalam. İndi o bıçağına da bakarsın. Yok, bir tane bana kafası ver oradan. O da oldu, göz görmür. Oraya getiriyor, gözü alçaq. Bu taraftan. Bizden öyle. Bilir, tutacaklar onu. Hoppa, yavaş. Ha, bu göz alçak gitti. Sen koysan. 5-6 tane koyuram, başına. Düz değil. Xeyirli olsun qardaş. Şimdi bunu ver. Aha. İndi bunu O gəl birisinə baxıram, sən o birisinə hamısına bax. Bax, neçə dənə ramkadır, orada bax. Bu neçə gündür şey bu mayalanır? Gala, bu. Bu çoxdan var. Bax, 2 ildən oxuya bilərsən. Oxuyaram, mən dedim 2 gün. 12 may yumurta qoyur. 13 may yumurta qoymağa başladı. Baba, görsən o qoyduğu yumurtalar. Buna kokun verirsin. İndi vermək olmaz. Gərək bir 2-3 gün keçsin. O gibi sağladığını bilsin. Ona versən qıracaq. Yox, qırmıram mən. Onlar ki özləri üçün özü qurur, sabaya bir gün. Ondan sonra yapışdırıram, heç qırmır. Bu indi onun anasını götürmüşəm. Bu ala yetimləşəcək, bir 5-6 saatdan sonra özünü istəyəcək. Səhər görsən özü başlayırlar burada çıxış. Başqa nəsə qoyursun. Başqa bu klonkanı qoy əvvəl. Sonra mən gərək bir yazam bunu. Xoş gəlmişik Teymur usta. Bir daha xoş gəlmişik. Lerikdən gəlmişik. Mən keçəcəm. Teymur ustanın təsərrüfatına Allah bərəkət versin. Bu kişiyə YouTube'da baxırdı və həmişə də tərifə layiq bir kişidir. Biz gəlmişik ondan ana arı almağa. Biraz klina. Leonardo. Ha, bunu burada da. Gezalçamız Lerik'e gelir. Xeyirli olsun qardaş. Gəlin girin. Gözəllər ya, gözəl dedim. Ana belə olardı qardaşlar. Sizlər videoların birində demişdiniz ki, Almaniyadan gəlin gəlir. Gəlirəm. O bax idi, o Almaniyadan gəldi, bura çatdı. Burada xarab oldu. Burada xarab oldu. Onu sən yavaş koy. Sən bütün raspolon istəyirdin ya. Yaxşıdır, normal. Yazıq bilmirəm hara zaflıq eləsin, bal vursun, bala vursun, güləm gətirsin. Ona görə bu böyük ramka ver buna, indi baxarsan burada Allahın köməyi ilə sənin böyük ailəndə nə edəcək, yəni bölmələrdə. İndi bunun indi bax görsən necə bu səliqə ilə. İndi sən bu ananın gələnin ən süper həddidir, pik nöqtəsidir. Bunun ən gözəl yumurta qoyma qabiliyyəti olacaq gələn. Yəni bir ildir də, əslində bir ildən sonra deyilir. 5-6 il. Bax, məndə 3 illik ana var. 3 illik ana arısıdır. Sənə göstərərəm mən. 3 ilin ana arısını 2 dənə dadan ramkalarla 2 mərtəbə. 24 ramka. Üstünə də bir 3 gün bundan əvvəl yarım gövdə qoymuşam.
Gel, xeyirli olsun qardaş. Sağ ol. Gözəllərimiz isə Beyləqana Əli qardaş üçün gedir. Xeyirli olsun qardaş. O bu gözəllər üçün cəmaət bir-birini qırır. Deyir ki, qardaş sən Allah, mənə də bir dənə. Baydı bu dostum deyir, bu qardaşım mən neçə vaxtdır salam mələkimiz var. Tanıyın Əlinkanı qardaş isə apararsan. Bu gözəl Beyləqana göndərəcəm. Sabah səhər Beyləqana. Bu da ki, lirik. Xeyirli olsun. Xeyirli olsun. İnşallah.